Salam əziz Əhl-i Beyt sevərlər. Həzrət-i Məsumə salamullahi əleyhanın hərəmində hər birinizi xoş gördük. Heç bilirsinizmi Həzrət-i Məsumə niyə izdivac etməmişdir, ailə həyatı qurmamışdır? Bunun bir neçə səbəbi var idi ki, Həzrət-i Məsumə öz zamanəsinə görə ən mütəfəkkir, müfəssir, mübəlliğ olan, ən kəramətli xanımlardan biri idi ki, bilirsiniz, həm imam bacısı, imam övladı idi və müəyyən səbəblərdən həqiqətən də xanımın məqamına tay olacaq bir izdivac etmək üçün bir nümayəndə yox idi. Əlavə olaraq da o zamanki zalım Abbasilər hakimiyyəti idi və onların təzyiqlərindən qorxan şəxslər var idi ki, Həzrət-i Məsumə salamullahi əleyha ilə izdivacdan çəkinirdilər. Əhl-i Beyt əleyhissalamla münasibətdən çəkinirdilər ki, bu gördüyünüz müqəddəs məkan xanımın mübarək hərəmidir ki, hər gün minlərlə insanlara ev yəli eləyir. Allah hər birinizə nəsib eləsin ziyarət eləməyi inşallah.